Bir daha salam. Videomuz sonuncu dəfə danışanda kəsildi. Gəlin qaldığımız yerdən davam edək. Təhsilli hal haqqında danışırdıq. Orada qalmışdıq ki, təhsilli hal özündən sonra şəkilçi qəbul etmir. Bir dənə istisna hallarda mümü ədatını qəbul edə bilir. Məsələn, deyirəm ki, kitabımı gətirim. Buradakı kitabı sözü təhsilli halda olan sözdür və ondan sonra da mümü ədatı artırmışdır. Təhsilli hal özü iki yerə bölünür. Müəyyən təhsilli hal və qeyri-müəyyən təhsilli hal. Müəyyən təhsilli halın şəkilçisini biz gözümüzlə sözdə görürük. I, u, ü və sualı kim, nəyə, haranı olur. Konkret əşya bildirir. Qeyri-müəyyən təhsilli halın isə şəkilçisi olmur. Sualı ancaq nə olur? Fərqi yoxdur. İstər bu canlı, istər cansız əşya, istər insan anlayışı bildirsin, yenə də sualımız ancaq olacaq. Məsələn, deyirəm ki, biz əkinçi axtarırıq. Burada əkinçi sözü əslində qeyri-müəyyən təhsilli halda olan sözdür. Yəni, mən orada gözümlə təhsilli halın şəkilçisi olan i-ni görmürəm və bərpa edə bilirəm. Əslində, bu belə olmalıdır. Biz əkinçini axtarırıq. Və belə olan halda dedik ki, bu əkinci sözündə mən i, u, ü şəkilçisini gözlə görmürəm deyə buna deyirəm qeyri-müəyyən təhsilli hal. Qeyri-müəyyən təhsilli halında sualı nədir? Nə? Əkincini bəzən uşaqlar çaşır, deyir ki, əkinci insan anlayış bildirir və kim sualına cavab verər də ən azından. Amma axı biz demişik ki, qeyri-müəyyən təhsilli halının sualı nədir? Yəni, fərqi yoxdur. İstir insan anlayışı bildirsin, istir başqa anlayış. Həmişə qeyri-müəyyən təhsilli halda olan sözə nə sualı verəcək? Nə? Vəssalam. Burada əkinci sözü də elə nə sualına cavab verir? Kim yox? Bir də biz demişdik ki, qeyri-müəyyən təsirli hal həmişə feilin yanında gəlir. Qeyri-müəyyən təsirli hal cümlədə vasitəsiz tamamlıq olur. Qeyri-müəyyən təsirli halla adlı halı qarışdırırlar uşaqlar. Bunları fərqləndirmək üçün ən vacib xüsusiyyətləri mən sizə aşağıda qeyd etmişəm. Niyə qarışdırırıq? Qeyri-müəyyən təsirli halda nə sualına cavab verir? Adlı halda nə sualına cavab verir? İndi gəlin baxaq görək biz bunları necə fərqləndirərik. Adlı hal təkcə nə sualına cavab vermir. O həm də kim, nə, hara sualına cavab verir. Amma qeyri-müəyyən təsirli hal isə dedik ki, fərqi yoxdur. İnsan anlayışı da olsa, cansız da olsa nə sualına cavab verəcək. Sonra cümlədə seçən zaman nə sualına cavab verən sözün əvvəlinə o, bu, həmin əvəzliklərini qoyun. Onda mütləq müəyyən təsirli hala çevriləcək. Məsələn, deyirəm ki, Vüsal musiqi dinləyir. Vüsal o, bu, həmin əvəzliklərindən birini qoyun. İndi görəsiniz ki, bu zaman biz məcbur oluruq ki, sözü müəyyən təsirli hala çevirək. Baxın, Vüsal musiqi dinləyir. Vüsal o musiqini, bu musiqini, həmin musiqini dinləyir. Deməli, o, bu, həmin əvəzliyini bu sözün qabağına qoyanda məcbur müəyyən təsirli hala keçirsə, bu adlı hal ola bilməz. Ancaq adlı hallı sözün əvvəlinə artırsaq, o, bu, həmin əvəzlikləri yuxarıdakı hal baş verməyəcək. Məsələn, Vüsal, kitab məndədir. Bax, burada Vüsal, o kitab məndədir. Bu kitab məndədir. Həmin kitab məndədir. Gördünüz, heç bir hal şəkilçisi qəbul etmədi. Deməli, bu nədir? Adlı haldır. Sonra, üçüncü qeyri-müəyyən təsirli halla adlı halı fərqləndirəcəyimiz cəhət odur ki, qeyri-müəyyən təsirli halı xəbərdən uzaqlaşdırıb gətiririk cümlənin əvvəlinə. Belə olan halda, əgər söz qeyri-müəyyən təsirli haldadırsa, cümlənin əvvəlinə gələndə mütləq müəyyən təsirli halın şəkilçisini qəbul edəcək. Məsələn, quzu su içir cümləsində su sözünü indi mən müəyyən edə bilmirəm. Adlı haldadır, yoxsa təsirli haldadır, qeyri-müəyyən təsirli halda. Bunun üçün suyu əvvələ keçirdirəm. Su quzu içir, olmaz. Gördünüz, məntiqsizlik var. Deməli, mən bunu məcburam ki, müəyyən təsirli hala salım. Deyim ki, suyu quzu içir. Bax, belə olan təqdirdə artıq mən buna adlı hal deyə bilmərəm. Bu olacaq qeyri-müəyyən təsirli hal. Bir də bu hallı sözü onu bunu ilə əvəz etmək olar. Məsələn, kitab al, bunu al. Dəftər al, bunu al. Amma adlı hallı sözü bu şəkildə etmək olmur.